Değerli soydaşlar, həqiqətən biz çox ağır bir facia haqqında danışırıq. Elə bir facia ki, bu bizim millətimizi kökündən sarsıldı. Həqiqətən böyük bizə bir mənəvi zərbə vurub. Tarix boyu Azərbaycan xalqı bir çox sınaqlardan çıxıb, bir çox belə soyqırımlar olub. Çox təəssüflər olsun ki, biz hər dəfə bunları anırıq, ancaq böyük bir dərs götürmürük. Əsrin əvvəlində də Xocalıda soyqırım olmuşdu. 1905-ci ildə də Xocalıda soyqırım həmin ermənilər törətmişdilər. Ancaq nəysə biz təzdən barışdıq, nəysə təzdən talimizlə barışdıq və ancaq bizim üstümüzə hücum çəkənlər, bizi tarixən soyqırıma məruz salanlar, onlar qanımızdan doymadılar və təzə, yeni soyqırımlar fikirləşdilər. Xocalı soyqırımı tarix üçün belə bütün dünya millətləri üçün bir ləkədir. Elə amansızcasına, elə qəddarcasına, elə bir vəhşicəsinə soyqırım hələ dünya tarixində olub. Olur çoxlu soyqırımlar. Ancaq heç nəyə baxmadan, dinc əhalini, uşağa baxmadan, qadına baxmadan, yaşlıya baxmadan, dinc əhalini belə amansızcasına, günahsız əhalini belə amansızcasına qətlə yetirmək, belə vəhşicəsinə onlara qarşı belə hərəkətlər eləmək həqiqətən çox ciddi bir məsələdir. Və biz bu soyqırımı yaşadıq. Düzdür, dünya o vaxtı yenə də bizim bu faciəmizə bir yana qaldı. Ancaq zaman biz sübut elədik və bağda mən dedim, biz sübut elədik ki, bu soyqırımdır. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən fərman imzalandı. Xocalı soyqırımı 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunur. 2008-ci ildə Leyla xanım Əliyevə tərəfindən İslam Dövlətləri Assambleyasının baş katibi Gənclər baş katibi seçiləndən sonra orada Xocalı ədalət kampaniyası başladı. Yəni artıq dünyanın bir çox dövlətləri, Pakistan və Sudan Xocalı soyqırımı kimi dövlət səviyyəsi tanıyırlar və Avropa, dünya, İslam dövlətləri, parlamentləri Xocalı soyqırımı tanıyırlar və Amerikanın 22 ştatının çoxu Xocalı soyqırımı tanıyır. Xocalı soyqırımı, yəni biz, əlbəttə bu bizim qan yaddaşımızdır, bizim tariximizdir. Biz bu tarixi bilirsiniz yaşamaqla, bunları hər dəfə anılmaqla biz öz milliliyimizi göstərməliyik. Bizim yəni tariximizdə belə şeylər biz unuda təzdən başımıza gəlir. İnanıram ki, artıq bu son hadisələr artıq pikdir. Biz artıq özümüzə qayıtmışıq. Biz bunu sübut da elədik ki, özümüzə qayıtmışıq. 27 sentyabr 2020-ci ildə 44 günlük müharibədə biz erməniləri darmadağın elədik. Onların genofonunu dağıtdıq. Onlar kapitulyasiya aktını imzaladılar. Ağlaya bizim qarşımızda. Yəni biz göstərdik ki, biz bu millət. Ancaq 27-44 günlük hərbi əməliyyatda, lokal antiterror əməliyyatında Azərbaycanlılar öz milli xüsusiyyətlərini göstərdilər. Onlar heç bir mülki əhaliyə yenə də heç nə eləmədilər. Halbuki onlar Xocalıda soyqırım törətmişlər, Ağdərədə soyqırım törətmişlər, Sırxavanda insanları qətlə yetirmişlər, günahsız insanları qətlə yetirmişlər. Ancaq biz onlardan fərqli olaraq ancaq hərbi obyektlərinə və hərbçilərlə müharibə aparır. Heç bir mülki obyektlərinə hücum eləmədik, halbuki imkan da var. Ancaq onlar yenə də erməni xislətini göstərdilər, Gəncəyə atdılar və Bərdəyə atdılar. Yenə dinc əhaliyə yenə əvvəlki kimi istədilər, ancaq məqsədinə alınmadı. Onun onurğa sütünü biz dağıtdıq və bugün də ermənilər ruhsaycasına dünyada biabır oldular. Yəni özünü hərbi qüdrət sayan, dinc əhaliyə demək, hücum eləyən, Xocalıda qadına, uşağa hücum eləyib, özünü qəhrəman sayan bu şərəfsizlərə biz onların yerini göstərdik ki, siz kimsiniz? Yəni siz döyüşkən yox, sadəcə qorxaq və əli yalın insanlara hücum eləməyi bacaran bir adamsın, millət də deyirsiniz. Ancaq faciə həqiqətən biz yaşadıq, bu Xocalı faciəsini yaşadıq. Ancaq bizim borcumuz odur ki, vətəndaşlıq borcumuz, dövlət kifayət qədər işlər görür və görəcək də
bizim de vətəndaş cəmiyyətin borcudur ki, bu xatir, bu faciələr anılsın. Bunu biz yaşadaq, gələcək nəsillərə verək. Yenə unutmayaq 100 ildən sonra bu faciələr təzədən başımıza gəlməsin. Və biz bir millət kimi formalaşmaq üçün bu faciələri özümüzdə yaşatmalıyıq. Mütləq yaşatmalıyıq. Bu əsrin əvvəli faciələrdir biz, Xocalı faciəsidir. Yəni bir də Xocalıda əlbəttə ki, bu ölçü gəlməz bir demək şərəfsizlikdir, insana yaraşmayan hərəkətlər. Ancaq ondan da əlavə faciələr törədilir. Biz bu faciələri unutmamaq. Yəni bu unutmaya biz məğrur millətə, yəni 44 günlükdə o yaranmış ordu, baş komandan, millətin birliyi nə qədər yaransa biz dahi millət olacaq. Bu faciələr də yaşamayacaq və öz dövlətimizi, müstəqil dövlətimizi inkişaf etdirəcək. Borcumuz odur ki, Xocalı faciəsini yaşadaq, onları vətəndaş cəmiyyəti olaraq, dövlət olaraq borcudur ki, daim bu məsələ diqqət mərkəzində olsun. Bu Azərbaycanda yaşayan Azərbaycanlılar, dünyada yaşayan 50 milyondan çox Azərbaycanlılar bilsinlər. Dünyada yaşayan 400 milyona yaxın türklər, türk dünyası bu faciələri bizim həmişə yaşatsınlar ki, gələcək illərdə yenə bu hadisələr təkrar olmasın. Onsuz da olan şeyləri biz qaytara bilmərik. Nə inəsək də, sizdə sağ da, ağlasaq da hadisə baş verib. Borcumuz odur ki isə gələcəkdə bunun baş verməsinin qarşısı alınsın. Borcumuz odur isə biz torpaqlarımızı, müstəqil dövlətimizi qoruyaq. Borcumuz odur ki bu hadisələri anıldıqca bizim milli birliyimizi möhkəmləndirək. Biz birliyimiz olmalıdır. Nə qədər birliyimiz çox olsa, yaxşı olsa dövlətimiz də inkişaf edəcək. Borcumuz odur ki dövlətimizi inkişaf elətdirək, dünya dövlətləri sırasına çatdıraq və səsimiz daha böyük turbinalardan gəlsin. Bax, biz bunu eləməliyik. Bir daha mən hər birinizə baş əyirəm sizə qarşınızda. Həqiqətən